Dostlar, gəlin bir şeyi aydınlaşdıraq. Xarici dil bilmək öz dilinə hörmət eləməmək demək deyil. Öz dilinə hörmət eləmək öz dilində səlis və axıcı danışmaqdır. Xarici dil bilmək sənin öz dilini sevmədiyin anlamına qətiyyən gəlmir. Məsələn, mən öz olduğum Avropa ölkəsindən misal çəkəcəm. Lüksemburq. Lüksemburqda 3 fərqli dil danışır insanlar. Lüksemburq dili, Alman dili, Fransız dili. Media və rəsmi sənət sünət işlərində Alman və Fransız dillərindən istifadə olunur. Amma insanlar bunu öz yerli dillərinə qarşı təhqir hesab eləmirlər. Əksinə 3 dil bilməklərindən fəxr edirlər. Hətta ingiliscə də danışırlar, 4 dil bilmiş olurlar. Və bunda qətiyyən utanılası bir şey yoxdur və bu milli kimliyə təhdid deyil. Mən başa düşürəm Azərbaycanlılar niyə belə düşünür. Çünki öz ölkəmizdə öz dilimizə hörmət eləməyən insanlar var. Hansı ki, öz dilimizi bəyənməyib ancaq rus dilində danışırlar. Və mən burada rus dilində danışmağı da qınamıram, öz seçimləridir. Amma rus dilində danışmayanlara da yuxarıdan aşağı baxırlar. Bizim insanlar da illərdir bu rus dili bullyinginə məruz qaldıqları üçün dil məsələsi onlarda belə bir qıcıq yaradır. Amma gəlin bu məsələyə qatmayaq. Yəni ki, ingilis dili bilmək, xarici dil bilmək, ölkənə gələn turistlərlə ingilis dilində danışmaq sənin milli kimliyini azaltmır. Bu sənin ana dilinə təhqir deyil.